Mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve sallallahu ala seyyidina Muhammedin ve alihi tahirin. Allahümme salli ala Muhammedin ve ali Muhammedin ve acil fereca. El-alakatil kaime beynel hükmü vel mukaddimat. Hüküm ve onun mukaddimeleri arasında olan əlaqələr. Qeyd elədik ki, hər hansı bir hökmün təkvinində üç ünsürdən danışırıq. Hökm, mövzu və mütəlləq. Müqəddimələrin bəziləri mövzunun əmələ gəlməsi üçün lazım olur. Bəziləri isə mütəlləqin. Və mükəlləf mövzu üçün lazım olan bu müqəddimələrin icra olunmasından mükəlləf deyil, məsuliyyət daşımır. Dedik də, məsələn deyək, mənə vacib deyil gedim, mən pul qazanam ki, istitamənin boyunu eləsin. Mənə vacib gün çıxardam, ay batıram, nə yiyəm? Elədim. Amma o şey ki, mütəlləqün müqəddiməsidir. Onun nə olur? Namaz ki, vacib oldu. Onun müqəddiməsi nədir? Onun mövzunun müqəddimələri vacib deyil, amma mütəlləqin müqəddimələri vacib. Mövzunun müqəddimələri vacib deyil, amma mütəlləqin müqəddimələri vacibdir. Bura qədər vazih. Mövzunun müqəddimələri nə deyirlər? Müqəddiməl vücubiyyə. Yəni, onlar baş verməlidir ki, aydın oldu, vücub ortaya çıxsın. İstitaə olmalıdır ki, həc vacib olsun, vücub. Amma mütəlləqin müqəddimətul vacib. Aydın oldu, və yaxud müqəddimətul vücudiyyə. Vücudiyyə. Vücubiyyənin mövzu ki, bizdən istənilməyənlər. Bizdən istənilənlər ya vücudiyyə deyərlər, ya da müqəddimətul vacib. Müqəddimətul vücub və müqəddimətul vacib. Mütəlləqin müqəddiməsində nə deyirlər? Mütəlləqin müqəddiməsində müqəddimətul vacib və müqəddiməl vücudiyyə. Vücubiyyə o ki, əsl vücub ondan asıldı. Olmasa, tutaq ki, məsələn fərz edin, zəval olmasa nə yoxdur? Vücub yoxdur, namazın vacibliyi yoxdur, vücub yoxdur. Vacib isə, müqəddimətul vacib isə nədir? Mütəlləqi. Ciddə daşıyın əmin, hə? Burada oynayacaq. Deməli belə. Bura qədər oxuyub, sonra da anlayarıq. Deyir ki, el-müqəddimat əlləti yətəvəqqəf əleyhə vücudul vacib əla qisməyin. Vacibin əmələ gəlməsi üçün lazım olan müqəddimələr iki qismdir. Əhəduhuma el-müqəddimat əlləti yətəvəqqəf əleyhə vücudul mütəəlləq. Biri olur ki, mütəəlləqin vücudu ondan asılıdır. Min qabil səfər əlləzi yətəvəqqəf ədal həcci əleyhi. Məsələn, səfər kimi ki, həcc ondan asılıdır. Yəni, həcc vacib olub, pulum var. İndi mənə lazımdır viza alam, bilet alam, gedim Səudiyyəyə. Səfər. Səfər üçün nə lazımdır? Bilet almaq, pasport almaq, nə almaq. Onlar artıq nədirlər? Həcc vacib olandan sonra, həcc vacib olub. Tutaq ki, bədənim sağlamdır, yolda açıqdır, pulum da var. Oldu müstəti. Həcc mənə vacib olandan sonra, vücub ki gəldi, dalıcan mütəlləqin, yəni vacibin müqəddimələri, həcc mənə vücub baş verməsi, vacibi yəni mənim görəcəyim iş, vacib yəni mənim görəcəyim iş. Mənim görəcəyim iş nədir? Həccin əməlləri. O həccin əməlləri üçün lazım olan müqəddimələr mən eləməliyəm. Nədir olan? Pasport almaq, viza vurdurmaq, bilet almaq, bu iş. أو الوضوء الذي تتوقف الصلاة عليه يقول تسلم وسيمكن أول المناصب أو التسلح الذي يتوقف الجهاد عليه. Mənə cihad vacib oldu. Qolumda gücüm var, avtomat ata bilirəm, aydın oldu. Pulum da var. İndi mənə cihad vacib olsa canım çox gedib avtomat almalıyam da. Məsələn, mənə gəlir fərzən avtomatlı müharibəsi, qılınc müharibəsi. Təsəlluh. Silahlanma. Vəl-axir əl-müqəddimat əlləti tədxulu fi təkvini mövdu'l vücud. İkinci dəstə müqəddimələr isə o müqəddimələrdirlər ki, mövzunun əmələ gəlməsində iştirak edirlər. Gətirə, tədxulu daxil olur fi təkvini mövdu'l vücud. Vücubun mövzusun əmələ gətirməsində rol oynayırlar. Min qabil niyyətil iqamə əlləti yətəvəqqəf əleyhə savmu şəhr Ramazan. Məsələn, Ramazan ayının orucu ki, qəsdi iqamə ilə başlayır. Mən getmişəm bir şəhərə. Eləyə bilərəm 10 gün qəsdi iqamə ilə heç yerə çıxıram, qalan, orucu mənə vacib olsun. Elə biliyorum ki, məsələn, 3 gün çıxıb baş geri gedəm. Bir kulli bəsatı, yəni mən heç bir çətinliyim yoxdur, nə sıxıntım var. Qəsdi iqamə də eləyə bilərəm, qəsdi iqamə etməyə də bilərəm. İndi bu qəsdi iqamə eləmə mənə vacibdir, yox.
Niyə? Əgər eləsəm oruc vacibdir. Da orucun Ramazan ayının orucunun vacibliyi hələ baş tutmayıb ki, məndən nəsə tələb eləsin. Deyir ki, qəsd iqam eləsin, amma oruc sənə vacib olacaq. Vəl-istitaə əlləti təvəqqəf əleyhə həccətül İslam, yaxud da ki, həccətül İslam üçün istitaənin baş verməyən pulun, bədənin sağlamlığı, pulun olmaq. Vəl-fariq beyn hədəyn əsməyn ənəl müqəddimə əlləti tədxulu fi təkvini mövdul vücub. Fərq burasındadır ki, mövzunu əmələ gətirən müqəddimələr ki var, yətəvəqqəf ələ vücudihəl vücub nəfsuh. Vücubun özü, hər hansı şeyin vücubun özü ondan asılıdır. Zəval olmasa namaz yoxdur. İstita olmasa həcc yoxdur. Falan məsələn düşmənə gücümüz çatmayacaqsa cihad yoxdur. Nə bilim nədir bu şeylər. Vücub nəfsuh lima şərəhnəhu sabiqən. Əvvəlcədən də şərh eləmişdik ki, min ənəl hükmə-şəri yetəvəqqəf vücudu ilə vücudi mövduihi. Hər bir şəri hökmün vücudu mövzusunun vücudundan asılıdır. Fəkullu müqəddimətin dəxilətin fi təhəqqüqi mövduil hükm. Hər bir müqəddimə ki, hökmün mövzusunun əmələ gəlməsində iştirak edir, onun təhəqqüqündə rol oynayır. Yetəvəqqəf əleyhil hükm. Hökm ondan asılıdır. Və la yücəd bidunihə. Onsuz hökm baş verə bilməz. Mövzunu əmələ gətirən müqəddimələr baş verməsi hökm yoxdur. Onlardan sonra hökm çıxacaq ortaya. Çünki onlar illət rolundadılar, hökm nədir? Məlumdur olacaq. Xilafən lil müqəddimat əlləti la tədxulu fi təkvini mövdu. Bunun əksinə olaraq mövzunu əmələ gətirməyən müqəddimələr ki vardır, onlar yox. Və innəmə yətəvəqqəf əleyh vücudul mütəəlləq fəhəsb. Bunlar ancaq mütəəlləqin vücudu bundan asılıdır. Yəni mənim görəcəyim iş, mütəəlləq məndən baş verəcək iş. Hökm odur ki, Allahdan baş verir. Mütəəlləq məndən baş verir. Namaz qılanım, oruç tuturam, o işlər kimə görə? Fəinnəl hükm yücəd qablə vücudiyyət. Çünki hökm bundan qabaq vardır. Zəval oldu, vücub gəldi, girdi boynuma, əmr ilə Allah, dur namaz qıl. O namaz qılacağım, namaz ki var, əyilib düzələcəm, iş görəcəm, onu deyir mütəəlləq. Mütəəlləq nədən sonra olur? Hökmdən sonra. Hökm baş verir, sonra çıxır ortaya. Li'annəhə la tədxulu fi mövdu'ihi. Çünki bu mövzuya daxil deyil. Və litəvdihi zəlikə fi misal istitaə vəl-vudu. Deyir ki, fəl-istitaə müqəddimətun tətəvəqqəf ələ həccətül İslam. İstita bir müqəddimədir ki, həccətül İslam ondan asılıdır. Yəni o baş verməlidir ki, pulun olmalıdır ki, həccə vacib olsun. Və təkəssüb müqəddimətun lil-istitaə. Pul qazanmaq da istita üçün nədir? Müqəddimədir. Və zihabu şəxsi ilə məhəlli fissuq müqəddimətun lil-təkəssüb. Bir nəfərin səhər evdən çıxıb gedib məhəllində dükandası burada pul qazanmağı da təkəssüb üçün nədir? Müqəddimədir. Deməli, istita həccün müqəddiməsidir. Nə bilim, pul qazanmaq, istita müqəddiməsidir. Evdən çıxıb mən bazara getmək, onun müqəddimə bir müqəddimələrdir bu cür sayılır. Və haythu innəl istita tədxulu fi təkvini mövdu vücubil həcc. Bu baxımdan ki, istita həccün vücubunun mövzusunun əmələ gətirən müqəddimələrdən ora daxil olur. Fəla vücubə lil həcci qabləl istita. Deməli, onda istita baş verməmişdən qabaq həccin vücubundan söhbət gedə bilməz, həcc yoxdur. Və qablə tilkəl umuri illəti tətəvəqqəf əleyl istita və həmçinin də istitanın asıl olduğu işlərdən də qabaq nədir? Həcc yoxdur. Həcc nə vaxt olacaq? Mən evdən çıxacağım, neçə gün, neçə ay gedəcəm, bazarda alver eləyəcəm, o pullar toplanacaq, pullar toplanandan sonra bədənim də sağ olsa pullar yığılışanda istita baş verir, ondan sonra hələ həcc çıxacaq, həccin vücubu gələcək ortaya. Olmayan şey mən necə vadar elə bir ki, gəl bazara? Yoxdur, vücubul həcc yoxdur, onlardan sonra baş verəcək. Və əmməl vudu, gəlin dəstəmaz misalına baxaq. Fəla yədxulu fi təkvini mövdu vücubis salat. Namazın vücubunun mövzusuna daxil olmur. Dəstəmaz alsam da namaz mənə vacib olur, olmasam. Sadəcə olaraq dəstəmazı qılsam namazın batil olacaq. Yəni mənim feilim batil olacaq. Nəinki vücub. Vücub elə bir gözləyir məni. Deyir, dəstəmaza qıl. Mən də dəstəmaz vurdum, qıldım. Deyir, düşmədim boynumdan. Bir də qıl. Bir də dəstəması qıldım. 100 dəfə də qılsam düşməyəcəm boynumdan. Dəstəmaz alasın. Aydın oldu. Deməli, onda vücub hazırdır, gözləyir məni. Mənim görəcəyim iş ki var, əyilib düzəlməm, o asıldır ki, dur gedib dəstəmaz almaq. Aydın oldu. Və əmməl vudu fəla yədxulu fi təkvini mövdu vücubis salat. Amma dəstəmaz namazın vacibliyinin mövzuna daxil olan şeylərin deyil. Li'ənnə vücubəs salat la yəntəzir ən yətəvaddal insan likə yəttəcəylək. Namazın vacibi gözləmir ki, mən dəstəmaz alım, sonra mənə vacib olsun. Dəstəmaz azam da vacib olur, olmasa da azam verilən kimi namaz vacib olacaq. Bəl yəttəcü ilə qablə zalik. Vücub ondan qabaq baş veribdir. Azam verilən kimi artıq nədir? Şaridən bizə əmr edir ki, dur namaz qıl. Və innəmə yətəvəqqəf mütəalləqul vücub əy-salat. Bəlkə bu dəstəmazdan asılı olan şey mütəalləqul vücub, yəni namazın özü o, əyilib düzəlməli.
Bəli. Ələl vudu. O dəstəmazdan asılıdır. O olmasa, dəstəmaz olmasa o baş tuta bilmir. Vücub yox. Bəli. Nə? Mütəəlləq. Feil. Mənim görəcəyim feil. Və yətəvəqqəfil vudu alə təhdiyil ma'il kafi. Dəstəmazın da asıllığı var nədən? Kifayət qədər su toplayasan, gətirəsən, alasan, yəni qrantdan get doldurasan, hardasan. Və yətəvəqqəf təhdiru hadəl ma alə fəthi xəzzanil ma məsələn. Suyun da hazırlanmağı, məsələn, motor qoşasan ki, tok vursun, tok işləsin, getsin, baka su vursun, nə bilim, necə quyudan su çəkəsən və ilə axır. Fəuna qeyddən silsilətani minəl müqəddimat. Deməli, onda iki zəncirvari müqəddimə düzülüşü vardı. Əl-ula silsilət müqəddimatın mütəəlləq. Bu, birinci silsilə mütəəlləq müqəddimələrinin silsiləsidir. Yəni nə? Namazın vücubu baş verəndən sonra mənə namaz vacib olub. Namaz dəstəmazsız baş tuta bilmir. Dəstəmaz susuz baş tuta bilmir. Su nə bilim toku oradan qoşmasan baş verir. Nə balıq olmasa, nə bir sıra şeylər. Bu oldu mütəəlləqün müqəddimələri. Məlum oldu? Birinci oldu silsilətün nə? Müqəddimatın mütəəlləq. Bəli. Müqəddimatın mütəəlləq. Əyl vudu əlləzi tətəvəqqəf əleyhi salat. Hansı ki namaz ondan asılıdır. Təhdhirul ma əlləzi yətəvəqqəf əleyhi vudu. Su hazırlamaq ki dəstəmaz ondan asılıdır. Fəthul xəzzan əlləzi yətəvəqqəf əleyhi təhdhirul ma. O bakı açmaq ki suyun hazırlanmağı ondan asılıdır və ilə axır. Və thaniyə silsilətü müqəddimatul vücub. İkincisi isə vücubun müqəddimatının silsiləsinin zəncirvari düzülüşüdür. Və hiyə əl-istita'ın pulun olmağı. Əllə tədxulu fi təkvini mövzu vücubil həcc. Hansı ki, həccün vücubunun mövzusunu əmələ gətirənlərdən bir. Yəni, həccün vücubluğu nə yaradır? İstita'a. Və təkəssub əllə tətəvəqqəf ələl istita'a. Pul qazanmaq ki, istita'a ondan asıl. Yəni, pul qazanmalısan ki, o istita'a baş versin. Və zihabu şəxs ilə məhəlli fissuq. Şəxsin öz bazardakı yerinə getməsi, müqəddimədir, təkəssub üçün. Əlləzi yətəvəqqəf ələl təkəssub. Belə. Və mövqiful vücub min hadihi silsilə thaniyə və kullu ma yəndəricü fil qismi thani minəl müqəddimat səlbiyyun daimən. Deyir ki, mövqiful vücub min hadihi silsilə. Həmən vücub ki vardır, bu ikinci silsilə və ona oxşar bütün silsilələrdə mövqeyi nədir bu müqəddimat ki, səlbidir. Yəni, sən neysə tələb eləmir. Liənnə hadəl qism yətəvəqqəf ələy vücudu mövzul hökm. Çünki bunlar hamısı hökmün mövzusunu yaradan şeylərdir. Hökmün mövzusu bunlardan asılıdır. Hökmün mövzusu yoxdursa, hökm də yoxdur. Hökm yoxsa məndən nə tələb eləyə bilər? Yox. Və qəd ərəfnə sabiqən ənəl vücub la yumkin ən yədu ilə mövdu'ihi. Qabaqdan öyrəndik ki, mümkün deyil ki, hökm öz mövzusuna tərəf bizi çağırsın. Həccün vacibliyi desin ki, get pul qazan. Belə bir şey ola bilməz. Gün arta namazı mən desin ki, sən zəval elətdir, mən sənə vacib olum. Belə bir şey ola bilər. Nə bilim, Ramazanın özü desin ki, sən ayı çıxart ki, mən sənə vacib olum. Belə bir şey ola bilməz. Onlar baş tutandan sonra. İndi bunlar gülməliyə, çünki bizim əlimizdədir. Belə şey bizim əlimizdədir. Məsələn, dediyim kimi, mən səfərdiyəm, rahat oturub maşına yarım saata 20 kilometr keçə bilərəm. Mənə vacibdir, durub gedim. Hə, əgər getsəm, onda vacib olacaq. Amma mənə orucun, Ramazan ayının orucun mənə deyə bilməz ki, mən gəlirəm sabah, sən get səfərdən evə. Belə bir şey ola bilməz. لأن هذا القسم يتوقف لوجود موضوع الحكم وقد عرفنا سابقا أن الوجوب لا يمكن أن يدعو إلى موضوعه hər hansı bir vücub öz mövzusuna tərəf çağıra bilməz və tüsəmmə kullu muqaddimət min hādəl qism muqaddimət vücub əv muqaddimə vücubiyyə. Bu qism, yəni mövzunu yaradan o müqəddimələr ki var, ona deyək muqaddimatul vücubiyyə ya muqaddimətul vücub deyərlər. Və əmma əs-silsiləl ula, yəni mütəəlləq üçün ki, bizdən tələb olunurdu, dəstəmaz, suyu gətirməklə, motorla su vurmaq, nə bilim, nə o şeylər deyirdi. Və əmma əs-silsiləl ula vəl müqəddimat əllə təndəricü fil qismil əvvəl, birinci qismə daxil olur, fəl mükəlləf məsulun ən icadihə. Mükəlləf olaraq düzəltməni nədir? Məsuldur. Əy ənəl mükəlləf bis-salat, məsələn, məsulun el-vudu likə yusalli. Namazdan mükəlləf olan şəxs dəstəmaz suyu tapmaq üçün nədir? Dəstəmaz suyu mükəlləfdir, canı sadəcə bir su tapacaq. Nə deyir şəriət? Suyu al, deyir, yoxunu deyir, get məsələn, pulla al. Mən ondan həyətə küçəyə çıxdım, get çıxdı. Axır get, indi ki səni hərəc həddinə gətirmir, get sular. Mənə həcc vacib oldu. Nə deyir? İstə başımın, get pasport götür. Deyir, pasport mu deyir, pasport götür. Ağlım mən deyir. Pasport götürdüm, deyir, qoymurlar axıda ki, viza vurdur. Vizanı vurdurdum, deyim, qoymurlar axı, bilet alacaq. Ta gedib o işləri görənə qədər hər deyir, canım çıxsın edə. Niyə? Çünki vücub oturub çiynimdə, deyir, sən bu işləri görmürsən, mən düşməyəcəm oyunundan.
Amma o birdə boyunda vücub yoxdur ki, məndən bir şey tələb eləsin. Yoxdur əslən. Məlum oldu? Qaranlıq qalmır ki bir şey. Xeyr. deyir ki, فالمكلف مسؤول عن إيجاده أي أن المكلف بالصلاة مثلا مسؤول عن الوضوء لكي يصلي والمكلف بالحج مسؤول عن السفر لكي يحج. سفرine məsuldur. والمكلف بالجهاد مسؤول عن التسلح لكي يجاهد. Əgər cihad vacibdir, silah tapmalısan. والنقطة التي درسها الأصوليون هي نوع هذه المسؤولية فقد قدموا لها تفسيرين. Deyir ki, o şey ki, bu rəqədə başa düşdük. Üsulçular deyim, maraqlandıran şey budur. Bizim bu o şey ki, müqəddimətül vacibdir. O müqəddimətül vücubda işimiz yoxdur, o bizdən tələb olunmur. Bizdən tələb olunanlar ki var, mütəəlləqün müqəddimələr ki, ona deyir müqəddimətül vacib. O müqəddimətül vacib qabağında bizim mövqeyimiz nədən ibarətdir? Yəni, başqa cür desək. Biz ki deyirik, həcc sənə vacib oldusa, səfər sənə vacibdir. Nə bilim, pasport almaq sənə vacibdir. Ya namaz vacib olsa, su gətirmək vacibdir, su almaq sənə vacibdir, filan işi görməklə, motorla yuxarı su vurmaq sənə vacibdir, nə vacibdir. O ki, bizdən tələb olunanlar, olunmayanlarla işimiz yoxdur. Bizdən tələb olunanlar. Deyir, namaz vacib oldusa, dəstəmaz sənə vacibdir. Bu vaciblik, şəri vaciblik, əqli vaciblik. Yəni, şəriət mənə deyir ki, sənə vaciblik, ağlım mənə deyir. Əqli vacib olabilir. Əqildəki problemləri yoxdur. Bütün üsulçular əqliliyin qəbul ediblər. Dava şəriliyin davasıdır. Gətirirsən? Əgər həcc vacibdirsə, pasport da alacaqsan, viza da vurduracaqsan, təyyarə bileti də alacaqsan, maşın bileti də alacaqsan. Qətlən ki, ağıl deyil vacibdir. Çünki niyə? Əgər dama çıxmasın, nərdivan çıxarmırsan, ağıl nə deyir? Nərdivan qoymalısın. Deməli, 100% əqli vücub var. Bunun davasını eləməyiblər. İxtilaf yoxdur, ittifaq vardır. Yaxşı, əql vacib eləyəndən sonra şəriət də mənə vacib eləyir, ya yox, dava bunun davasıdır. Bir dəstə üsulçularımız deyirlər ki, əql vacib eləyəndən sonra qutardı da, şəriətin vacib eləməyi ləğv olur, bihudə işdir. Deməli, nəyi vacib eləsin? Ağıl mənə get pasport al, şəriət yəni pasportda gedirəm, təhsil lazım məhaldır. Aydın oldu. Mənim ağlım nə get pasport al. Gedirəm pasport almadı. Şəriət mən gəldi, nə deyirsin pasport al? Nəm dəstəmə suyu tapşıram. Bir dəstəsinə kimi baxıblar, muhal kimi baxıblar. Ağıl vacib eləyəndən sonra dönüb şəri cəhətdən onun təzdən vacib olmağı muhaldır. Çünki təhsil hasildir. Allah mütəal peyğəmbər də həkim olan Allah, həkim olan peyğəmbər muhala əmr eləməz, qeyri-mümkündür. Bir dəstəsi bu cür baxıblar. Bir dəstə üsulçu dediklər, niyə görə deyirsiniz? Mümkündür bəzi insanları ağlın elədiyi vacib tərk etmir. Hökman şəriətdən də ona bir dumuz vursunlar ki, bir şey deyirlər ki, nə? Yəni, şari görür ki, ağıl vacib elədir, biraz da təkil üçün ikinci vacibi göndərir. Nə işqalı var burada? Şari vacib eləyəndən sonra bəlkə vacibli təzdən ağılda vacib eləsin. Niyə? Çünki əgər Allahın iki dənə hüccəti var. Yox, Allahın iki hüccəti var. Bir əqlimiz, bir də Peyğəmbərimiz. Əgərsə biri vacib eləsə, o birisi vacib eləsə, mən neyiniyim? Allahın iki hüccəti. Biri daxildən də mənim beynimdir, mənim ağlımdır, düşüncəmdir. Deyir, dur elə. Çöldəki mənə dur elə deməsə nə olar? Bu ziddiyyət təşkil edir. Bir hüccət, o bir hüccət. Deməli onda əgər batindən əql deyirdisə dur elə, şari də desin dur elə. Onda mülazimə görüblər. İzə əvcəbəl əql, əvcəbəl şər. İzə vəcəbə əqlən, vəcəbə şərən. Əql bir şey vacib görürsə, şəriət də vacib görməlidir. Demək, ikidən iqtizah vardır. Əqli cəhətdən problemlər yoxdur, hamısı ev eləyəcəksən. Amma bu vacib ki, eləyəcəksən, ağıldandır, şəriətdəndir. Bəziləri ağıldan da qutardır. Bəziləri ağıldan əlavə, ağıl hökm eləyəndən sonra şəriət də onu durub hökm eləyibdir. Bir dəstə üsulçular belə deyirlər, bir dəstə üsulçular. Məsələn, fərzən belə deyir. Deyək ki, Şəhid Sədr Seyyid Xoyna, bunlar deyirlər ki, müstəhildir. Əql dedirsə qutardı. Müqabildə məsələn, sahib-i kifayə ilə mühəbbin aynı bir yoxdur. Şəriətdən nədir? Ağıldan sonra şəriətdə deyil. Nə burada niyə muhal olsun? Hansı düz deyir, hansı səhv deyir? Allahu aləm. Şəhid Sədr meyl edir ki, ağıl deyəndən sonra qutardı. Nəyi vacib eləsin? Qutardı. Ağıl deyildi. Mümkün uğurların öz dəlilləri vardı. İnşallah geniş bəhslər yuxarıda. Qaranlıq şey qalmadı ki. Əhəduhum ənəl vacib şər'ən mükəlləf əs-salat və həsb. Duna müqəddimə. Orada nə düzdür? Ənəl vacib şər'ən aləl mükəlləf və əs-salat. Şəriətin bizə vacib elədi, namazın özüdür. Və həsb. Duna müqəddimatiha minəl vudu və müqəddimatihi. Amma onun müqəddiməsi olan dəst namazı, onun dəst namazın müqəddiməsi olan su tapmalıdır. Bunlar bizə vacib deyil. Və innəma, yəni vacib deyil, şər'ən vacib deyil, ha? Və innəma yəcidul mükəlləf nəfsəv məs'ulən ən icadil vudu və qeyrihi.
minəl müqəddimati əqlən. Bəlkə insan ağlının köməyi ilə özünü məsuliyyətdə görür. Nəinki şəriətdən əmr alır. Ağlım mənə deyir ki, bu gedib su tapçına. Aydın oldu. Məsələn, fərzən belə deyək. Deyək ki, mən Əbuzərə uşağımda mənə deyirəm ki, məsələn, gedəcəm bazardan ət al gəl. Düzdür. Gəç ona mən bir deməliyəm ki, qapını aç, çıx çölə, ged yolun qırağına, oradan maşınla dinlə. Ağıl nə deyir? Sənin vəzifən üzrə ət alma, müqəddimən nə varsa bunu eləməlisən də sən onu. Hə. Bir dəstə bu cür baxırlar. Deyir, bizdən tələb olunan namazdır. Su tapmaq, nə bilim, nə eləmək, nə onu çıxartmaq, bunlar hamısı ağıl işi, ağıl hökm eləyir. Şəriət işi yoxdur. لِأَنَّهُ يَرَى أَنَّ اِمْتِثَالِ الْوَاجِبِ الشَّرْعِي Çünki ağıl görür ki, şər'i vacibi yerinə yetirmək la yətəəttən la yumkin, təəttən yumkin. La yumkin ləhu lil-insan illa bi-icad tilkəl müqəddimat. Məgər o müqəddimələr görsən, sonra müqəddimələr görməsən baş verməyəcək. Vəl-axər, ikinci ittizah nədir? Ennəl-vudu vacibun şər'ən. Deyirlər, yox. Namaz vacib olandan sonra müqəddiməsi dəstəmaz da şər'ən vacib olur. Aydın oldu? لِأَنَّهُ مُقَدِّمَةٌ لِلْوَاجِبِ Çünki vacibin müqəddiməsidir. Və müqəddimətul vacib, vacibətun şər'ən deyirlər ki, əgər bir şey vacibdirsə şəriətdə, onun müqəddiməsi də vacibdir. فَهُنَاكَ اِذَنْ وَاجِبَانِ شَرْعِيَّانِ عَلَى الْمُكَلَّفِ Bu ikinci dəstə alimlərin nəzərində iki dənə vacib var. Bir namazın şəri vacib var, əqli danışmır. İki dənə şəri vacib var. Biri namaz, biri dəstəmaz. Namazın vacibliyi vücub nəfsidir, dəstəmaz ki, vücub qeyridir. Namaz özünə görə vacibdir. Dəstəmaz da namazı görə vacibdir. Aydın oldu. Deməli onda həcc vacib nəfsi olacaq. Viza vurdurmanda pasport alınsa vacib qeyri olacaq. Aydın oldu. فهناك إذن واجبان شرعيا على المكلف أحدهما الصلاة والآخر الوضوء بوصفه مقدمة الصلاة بوصفه مقدمة الصلاة يعني مقدمة الصلاة بوصفه مقدمة الصلاة يعني يوصف مقدمة الصلاة ويسمى الأول الواجب النفسي namazın özünün adını nə qoyuruq? Vacib nəfsi, özünə görə vacib olan. لأنه واجب لأجل نفسه çünki namaz özlüyündə vacibdir. Və yüsəmməs-sani, yəni dəstəmaz. Əl-vacibul qeyri, dəstəmaza vacibi qeyridir. Niyə görə? Çünki öz-özünə vacib deyil, namaza görə vacibdir. Li'annəhu vacibun li'əcli qeyri, li'əcli salat. Ey li'əcli zil-müqəddimə və huvəs-salat. Və həzə təfsir əxəzə bi cəmaatun minəl usuliyyin. Bu ikinci təfsirdə bir dəstə usulçularımız filankəslər adını yazırlar. Deməli, və həzə təfsir əxəzə bi cəmaatun minəl usuliyyin imanən minhum, bu imanla, bu etiqadla ki, bi qiyami əlaqəti təlazum beynə vücubi şey və vücubi müqəddiməti. Bunlar iman gətirirlər, etiqad edirlər ki, bir şey əgər şəriətdə vacib oldusa, müqəddiməsi də vacib olsun. Əqli vaciblə danışmır, çünki əql bilir, əql işimiz yoxdur, əql olsun hər bir ağıllı insan düşünür bunu. Əqldən əlavə, şari namazı vacib etdisə, namaz dəstəmasız baş tutmursa, dəstəmazı da şari vacib eləyir. Aydın oldu? Təlazum var, mülazimə var. فَكُلَّمَا حَكَمَ الشَّارِ بِوُجُوبِ فِعْلٍ Əgər şari bir şeyin vacibinə hökm elədisə, حَكَمَ عَقِبَ ذَلِكَ مُبَاشِرَةً بِوُجُوبِ مُقَدِّمَاتِ Dalıcanda onu əmələ gətirən müqəddimələrdə şari özü vacib eləyir. Şari sənə dedi ki, həccə get, həcc vacibdir sənə, pasport almaqda sənə şari vacib eləyir, viza vurdurmaqda, bilet almaqda, nəydə, hamısı. Bunlar bu cür, yəni, deməlidir. Və yumkinul i'tiradu ala zalik. Haqqımız var ki, bunlara ikinci dəstə etiraz eləyək. Nə deyək? Deyək ki, şari mənə əgər ağlım mənə hökm eləyəndən sonra ki, pasport da almalısan, viza da vurdurmalısan, bilet də almalısan. Şari gəlib mənə nə deyəcək? Doğru mən bilirdim də. Təhsil hasıl olacaq. Və yumkinul i'tiradu ala zalik bi enne hukmuş şari bi vücubil muqaddimə fi hadil halə bu haldə la faydətə fiyyə. Faydası yoxdur bunun. Və la mucibə ləhu, yəni və la əsasə ləhu, yəni əsas yoxdur, bir əsas, bir dair, bir səbəb yoxdur. لِأَنَّهُ اِنْ əradə bi-ilzam el-mükəlləf bil-müqəddimə Əgər istəyir ki, mənim ilzam eləsin, yapışdırsın bundan, əl çəkməyim bundan, ilzam eləsin bundan. فَهَذَا حَاسِلٌ Gedirdim, mən ağıl demişdim, mən də gedirdim. بِدُونِ حَاجَةٍ لَحُكْمِهِ بِوُجُوبِهَا Şəriətin hökmü olmadan da artıq ehtiyac olmadan da mən gedirdim, o işin dalıyacam. İz bə'dən vəcəbəl fi'lun mütəvəqqəf aleyha Ondan söykənən şeylər vacib olandan sonra, yəni məsələn fərzən deyək ki, o həcc kimi mütəvəqqifdir, pasport almağın o mənə vacib olandan sonra. Yudrikul aql, ağlım dərk edir ki, məsuliyyət mükəlləf min hadin nahiyə. Mən boynumdadır ki, bu işləri görəm.
Və in əradə şariə bizalikə mətləbən axər, əgər başqa bir şey istəyirdisə, da'ahu ilahi hükmü vücubul müqəddimə fələnətəqqələhu. Yox, əgər başqa bir şeyə görə istəyirdisə, ağlımız kəsmir başqa şey nədir? Bəli. Aydın oldu. Və alə hədəl əsas yu'təbər hükmü şari və vücubul müqəddimə ləğvən. Ona görə də şarinin müqəddimətül vacib etməsi ləğv olacaq. Və ləğv işdə həkimdən sadir olmaz. Fəyəstəhilu thubutuhu, müstəhildir ki, şari müqəddəsdən ləğv iş baş versin. Fadlan ən yəkunə daruri thubut. Nəinki dönüb vacib olsun, zəruri olsun. Bunlar nə deyirlər? Bunlar da zəruridir. İzâ həkəmə şey, yəcibən yəhkümə, İzâ həkəməl əqlu bir şey, yəcibən yəhkümə şari aydan. Yəcib deyirlər, yəlzəm deyirlər. Deyir, bunun özü batil bir şeydir, ləğv bir şeydir, qalın ki, vacib olsun. Biz ikilməzə işgal edirik. Fadlən qalmışdı ki, ən yəkunə daruri thubut. Kəma yəddəihil qaybit təlazümüzdə ki, o mülaziməni görənlər, mülazimə vardır. Ağlın hökm eləməklə, şarin hökm eləməklə bir bağlılıq vardır, mülazimə var. Bunlar deyirlər, vacibdir. Nə ilə nəyin arasında? Beynə vücub bir şey və vücubu müqəddiməti bir şeyin, onun müqəddiməsi arasında nə bağlılıq vardır. Şəhid bunu qəbul etməli, bu ləğv bir şeydir, bihudə şeydir. Məsələ buna qədər. Elhamdülillah Rabbil ələmin. Sallallahu alə seyyidina Muhammed və